Həyat yoldaşım 2 insan olur, bəzən 3 insan olur. Davranışlarında narsistlik əlaməti hiss eləyirəm. Bilmirəm ki, o anda ondan necə davranım. Sərhədləri gözləməlisən və idarə o adam eləyirlər ki, sən idarə olmaq istəyirsən. Sən ona icazə verirsən, sərhədləri qorumursan. Yəni birinci onun fərqinə varmaq lazımdır ki, mən sərhədlərimi ümumiyyətlə qorudummu? Mən ümumiyyətlə özüm bəs necə idarə olunmağa icazə verdim, vermədim? Yəni bunların hamısını sorğulamaq lazımdır. Düşünmək lazımdır ki, niyə o məndən o hərəkəti eləyir? Mən demirəm ki, sizdədir günah. Mən deyirəm ki, birinci bunun fərqinə varın. Çünki o insandan boşansaz da, o insanla münasibətləri kəssəz də, bax heç evli də deyilsiniz, sevgilisiniz. Siz fikirləşin ki, nəyə görə mən belə bir insanla ünsiyyət qurdum? Deyək ki, 2 aydır mən bu insanla bu ünsiyyətdəyəm və yaxud da 3 aydır. İnsanlar illərlə bu ünsiyyətdə olurlar. İnsanlar illərlə icazə verirlər ki, onu bu şəkildə manipulyasiya eləsinlər. Qarşı tərəf düzdür, haqsızdır. Amma bir özünə də insan fikir verməlidir ki, mən harda nəyi səhv edirəm. Narsistlə ancaq sərhədlərlə danışmaq lazımdır.